Azərbaycan kubokunda finala kimlər çıxacaq? Düşünürəm ki, Araz Naxçıvan və Sabah. Çox çətin seçimdir. Hansısa komanda önə çıxarmaq ilk oyunlardan sonra olduqca çətindir mənim üçün, amma düşünürəm ki, Sabah və Araz Naxçıvan finalını görə bilərik. Və yaxud da ki, bu final sanki daha maraqlı gəlir mənə. Amma təbii ki, bir tərəfdə də ölkə derbisi ehtimalı var Neftçi Qarabağ, amma məncə Sabah və Araz Naxçıvanı finalda görəcəyik. Məncə çox maraqlı bizi yarım final görüşləri gözləyir. Ona görə də düşünürəm ki, Araz Naxçıvan və Sabah komandalar olacaq. Amma kimin qalib gələcəyini indidən demək çox çətindir, ona görə bilmirəm. Amma Araz Naxçıvan Sabah duelini gözləyirəm. Bu dəfə seçmək həqiqətən çox çətindir. Hər iki qarşılaşma ilk oyundan sonra bildiyiniz kimi, gördüyünüz kimi çox bərabər səviyyədə keçir. Amma yenə təxmin etməli olsam, Qarabağ Sabah seçərəm. Məncə Qarabağ və Sabah finalını izləyəcək. İlk oyunda Araz Naxçıvanın Qarabağ udmasına baxmayaraq məncə Qarabağ geri dönüş edə biləcək ikinci oyunda, ona görə finala çıxacaq. Sabah Neftçi oyuna gəlincə məncə Sabah ilk oyundakı 2-1 hesabı qoruyacaq, bu oyunda da qələbə qazanacaq və finala yüksələ əldə edəcək. Qarabağ Sabah finalı görəcək. Məncə kubokda finalçılar bu il Qarabağ və Sabah klubları olacaqlar. Mən də elə düşünürəm, Qarabağ Sabah. Düşünürəm ki, Qarabağ Araz Naxçıvan səhvini aşacaq. Sabah da Neftçiyə qalib gələcək. Qarabağ Sabah finalı olacaq. Məncə Qarabağ və Neftçi olacaq. Baxmayaraq ki, ilk oyunda məğlub olublar. Həm də özüm də onun olmağını istərdim ki, Azərbaycan derbisi finalda maraqlı olar. Qarabağ Neftçi düşünürəm. Qarabağ Araz Naxçıvan duelində Qarabağın, Sabah Neftçi qarşılaşmasında isə Neftçinin geri dönüş edərək finala vəsiqə qazanacağına inanıram. Yarımfinalın tərəfləri arasında bir tərəfdə Qarabağ Araz Naxçıvan, bir tərəfdə Sabah Neftçi var. Araz Naxçıvanla Sabahın Azərbaycan kuboku yoxdur. Mən fikirləşirəm ki, bir tərəfdən Naxçıvan, bir tərəfdən Sabah finala çıxsa, bu həqiqətən də maraqlı bir final olar, möhtəşəm bir final olar. Amma mənim fikrimcə Sabahı saxlayıram, Neftçinin oyunda daha iddialı hesab edirəm və Qarabağ Araz Naxçıvan oyunda möhtəşəm bir oyun olacaq. Bu belə deyim də o prinsipiallıq mənasında belə fikirləşirəm ki, Qarabağ və Sabah finalı görə bilərik. Araz Naxçıvanın sürprizinə inanıram cavab qarşılaşmasında. Lakin Samir Abbasovun kollektivi haqqında eyni şey deyə bilməyəcəm və düşünürəm ki, Sabah komandası Neftçi ilə oyunda qələbəyə imza ataraq adını ölkə kubokunun finalına yazdıracaq və düşünürəm ki, finalda Araz Naxçıvan Sabah qarşılaşmasını izləmək daha maraqlıdır.